Deməli uşaqlar Tereyusda polinomlara aid ola biləcək şəkildə ən çox %90 kalan bulmalara aid. Yəni qalıq bulmalara, tapmalara aid. Qalıqları tapmağa aid testlər daha çox düşür. Nə deməkdir bu? Bu o deməkdir ki, istənilən bir ifadəni istənilən bir ifadəyə böləndə qalıq nədir? Amma biraz öncə biz dedik ki, heç bir zaman teriyösə kalan bul, yəni qalıq tapılma bölmə işləmi düşmür də, çubuqlu bölmə düşmür. Tamam. O zaman müəllim, biz nə edirik? Deməli, Nigar Süleyman, kural bundan ibarətdir. İstənilən bir ifadəyə böləndə qalağı tapmaq üçün, kalanı bulmaq üçün bölənin kökünü, kök nə deməkdir? İfadənin kökü onu sıfıra çevirən qiymət deməkdir. Nə deməkdir bu? Mən yuxarını x plus 1-i sıfıra bərabər edirəm. Olur nə? X bərabərdir mənfi 1. İfadənin kökü onu sıfıra çevirən qiymət deməkdir. Mənfi 1 aparır, bölünəndə yerinə qoyuram. Mənfi 1-in kubu çıxılsın 2 vurulsun mənfi 1. Üstə gəlməsin 1. Mənfi 1-in kubu eləyir mənfi 1. Üstə gəl 2. Üstə gəlməsin 1. 1-ə getdilər. Qalıq nə qaldı? 2 qaldı. Bax, buna aydın yazıram buraya misal. Özümdən bir tane daha misal verirəm. X kvadrat çıx 3x çıxılsın 2. Bölürəm x minus 1-ə. Deyir ki, qalığı nədir? Qalığı tapmaq üçün Nigar nəyi yerinə qoyacaq ay zərfə Kamran? Biri, kök birdir axı bunu. Bir aparıb burada yerinə qoyacaq bu burada. Biri kvadratı. Çıxılsın 3 vur 1 çıxılsın 2. Bərabərdir 1 çıxılsın 3 çıxılsın 2. O da eləyir mənfi 4. Deməli qalıq nəymiş uşaqlar? Mənfi 4 imiş. Zeynəb nəyə başladın mənim balam? Başa düştüm. Tapın görə özünüz yer üzdə qalıq nədir? On bir müəllim. Neçə? 11. Ola bilər. Necə elədin de görək? Hələ x plus 2 sıfıra bərabərdirsə, x olur mənfi 2. Tamam, mənfi 2 olur. Aparın yerinə qoyuruq indi. Mənfi 2 üstü 4. Burada neçə olur? 16 olur. 4, 2, 8 olur. Üstə gəlirsin 3. Bəli, 11. Zərfə başladın mı ay zərfə? Bəli, müəllim. Zeynəb başladın mı dərsi? Bəli, müəllim. Buna çoxlu suallayacağım. Eləyin görə ikincini. Yazdım müəllim. Deyin, Nigar necə elədim? X kökü 2-dir. X'e 2 koyup hesapladım. 5 alırsa. Kamran başladın mı koçum? Başa düşdüm müəllim.
Şimdi gəldik buraya. Qalıq tapmaq. Müəllim, dediniz ki, qalığı tapmaq üçün bölənin kökünü, yəni biri aparıb burada yerinə qoymaq lazımdır. P1 tapmaq lazımdır. İndi biz burada P1-i tapa bilmək üçün balalar x-in yerinə nə qoymamız lazım? P1-liyə bilməmiz üçün x-in yerinə 2 qoymamız lazım 2. ki, P1 olsun. 2 qoyanda 2-nin kvadratı çıxılsın 3 vur 2. Üstə gəlirsin 1, 4 çıx 6 üstə gəl 1. Oldu mənfi 1. Xahiş edirəm. Nəyə baş vermədiyseniz soruş. Xahiş edirəm. Nəyə baş vermədiyseniz soruş. Barışdık. Davam edirəm. Bu və bundan sonraki bəzi bölümlərə çoxlu misal verəcək. Deməli, müəllim, siz nə dediniz? Qalığı tapmaq lazımdır. Qalığı tapmaq üçün bölənin kökünü biri aparıb bölünəndə yerinə qoymaq lazımdır. Bölünəndə yerinə qoyanda, bax, biri aparıb burada yerinə qoyanda olacaq P2. Bax, T100-də bu sual çox olur. Buraya kimi almamaq uşaqlar. Rica edirəm, bax desin. P2. İndi zərfə P2-ni eləmək üçün bu funksiyalarda şey eləmişik də. P2 eləyə bilmək üçün x-in yerinə 4 qoyuruq. Tamam mı? P2 eləyə bilmək üçün. 4-ü də qoyanda 4-ün kubu çıxılsın 2 vur 2. Üzr istəyirəm. 2 vur 4. Üstə gəlsin 1. Eləyir 64. Çıxılsın 8. Üstə gəlsin 1. Bu da eləyir neçə 57. Xahiş edirəm. Görün nəyə başladınız uşaqlar. Hocam belki nasıl aldık? Baba baba burada kök var ha. Baba bu 1 var. X'in kökü 1. 1 aparıb burada yerinə qoyduq. Barışdın mı koçum? Evet hocam. Buna aid olsa çox misal eləyəcəm onsuz da. 5-ci. Yine çox gözəl bir soru. Bax. Kamil. Bölənin kökü nədir? Ay Kamil. -2. Tamam. -2-ni aparıb baba burada yerinə qoyuram. -2-ni burada yerinə qoyanda olacaq nə? P səhv yazsın yer. P -1 olacaq. İndi P -1 eləyə bilmək üçün bizim nə etməmiz lazım? X-in yerinə 0 qoymamız lazım. 0-ın kvadratı çıxılsın A vurasın 0 üstə gəl 4. Getdilər, nə qaldı? Bərabər 4 qaldı. Arkadaşlar lütfen görün neye baş verdiniz. Devam edirəm. Zərfə necə eləyir 6-cı sualı? Bir zahmet kömək elə. Burada x bərabərdir 1. X-in yerinə 1 qoyduğumuz zaman 2-yə bərabər olmalıdır qalıq. Onda Səbirli ol, səbirli ol. Bəli, bölənin kökü 1-dir, x bərabərdir 1-dir. Aparıb bölünəndə yerinə qoyanda P1 bərabərdir 2 olur. İndi biz davam elə zərfə. ondan sonra 1-in kvadratı üstə gəl a minus 2 bərabərdir 2. Bəli, 1-i yerinə qoyub 2-yə bərabərliyik. 1-in kvadratı üstə gəl a vur 1. Çıx 2 bərabərdir 2-yə. 2-yə bərabərdir. 1 üstə gəl a çıx 2 bərabərdir 2'ye, a da bərabər neçəyə? 3'ə. Kamran gör harın başıma dümdüzü kəsərəm. Umarım başa düştüm. Digər dərsi başımısan Zeynəb. Bəli, müəllim. Tamam. Bəli, müəllim. Davam edirəm. 7-ci sual. Zeynəb kömək elə 7-ci sualda. X bərabərdir 3-ə. Tamam. Sonra P onda olur 2. P3 bərabərdir 6-ya.
Hə. Hara baxsan? Sonra da yerinə qoyuruq. Aha. A olsun 3'ün kvadratı üstəgəl 3 olsun 3 olsun 2 bərabərdir 6-ya. 6. Bu da olur 9A üstəgəl 9-dan 2 çıxan deyilir 7 bərabərdir 6-ya. 9A bərabərdir mənfi 1-ə. A da bərabərdir mənfi 1 bölünsün 9-a. Davam edirəm uşaqlar. 8-i Süleyman deyə bir zəhmət olmasa. 8'de x olsun 2'nin sıfıra beraber eləyir. Yəni x bərabərdir 2'ye. Çox gözəl sonra Oradan px çıxır da yerinə 2 qoyur. Yəni p1. P1 bərabər almaq üçün 8-ə. isə x-in yerinə sağda 0 qoymalıyıq. Mükəmməlsin. Deməli P1 bərabərdir 8-dir. P1 almaq üçün x-in yerinə buradan nə qoyuram? 0 qoyuram. Olur 0-ın kvadratı çıx. A vur 0 üstəgəl 6 üstəgəl B bərabərdir nəyə? 8'e. 8-ə. Sıfırlar Oradan b-ni getdilər. 2 tapırıq. B də bərabər nəyə? 2-yə. Zor bir və fərqli bir, güzel bir soru arkadaşlar. Şimdi deməli nə deyirəm burada? X-in yerinə 1 qoyuram. Alınır ki P1 bərabərdir 3-ə. X-in yerinə mənfi 2 qoyuram. Şu mənfi 2 bərabərdir nəyə? 2-yə. Tamam mı? Tamam. İndi aşağıda biraz səliqəsiz oldu arkadaşlar. Kusura bakmayın. Orada aşağıda P1 ilə Q mənfi 2-ni formalaşdırmaq lazımdır. P1 nə deməkdir? P1 eləyə bilmək üçün X-in yerinə 0 qoymam lazım. P1 üstə gəlməsin 2 vurulsun Q 0 yerinə qoyanda mənfi 2 bərabərdir. A vurulsun X-in yerinə 0 qoydum axı. 0 qoyanda oldu nə? Mənfi 2 üstə gəlməsin 4. Все. P1 verilib 3. Üstə gəlməsin 2 vurulsun 2 mənfi 2 2 bərabərdir. Mənfi 2A üstə gəl 4. 4-ün üstünə 3 gələndə eləyir 7. Yəni mənfi 2A üstə gəl 4 bərabərdir 7-yə. Mənfi 2A bərabərdir 3-ə. A nəyə bərabərdir? Mənfi 3 bölünsün 2-yə. Bu şekilde. Diyorum 10. oldu. Yine aynısı. Şimdi birincide P0 nedir? 4'tür. Q mənfi 1 nedir? 2'dir. Tamam. İndi P0 eleyebilmek için burada ne koymam lazım yerine? Mənfi 2 koymam lazım. 0 eleyebilmek için, P0 eleyebilmek için. P0 üste gelmesin. 0 mənfi 2 koyanda olacak Q mənfi 1. Mənfi 2 qoyanda mənfi 2-nin kvadratı 4. Bax, burada qoyuram bu uşaqlar. Mənfi 2-ni yerinə qoyanda, mənfi 2-ni mənfi 2-yə vuranda üstə gəl 4 alın. Olsun 4. 4'lər getdilər. P0 4'tür. Q mənfi 1 2'dir. Bərabərdir 4A'ya. 4A bərabər 6'ya. A da bərabər neçəyə? 3 bölünsün 2'yə. Arkadaşlar görün var mı sualınız? Aiz Zərifə, Fatimə, Kamran arkadaşlar var mı sualınız?
Sonuncu sual Xeyr, zaten müəllim. zoom'un atmasına 1 dakika var. 1 dakikadan sonra qayıdarsınız. O birisi linkə qayıdarsınız. Davam edirik uşaqlar. Bölənin kökü 1'dir. 1 aparıb burada yerinə qoyanda olacaq nə? P2 bərabərdir nəyə? 2-yə. Kökü nədir? 2'dir. 2'ni aparıb yerinə qoyanda kökü bərabərdir 3'ə. Все. Burada indi 2'ni yerinə qoyanda P2 üstə gəlir Q2 bərabərdir. 2'ni yerinə qoyduğunda olacaq nə? 4 üstə gəl A-ya. Burada da P2 ilə Q2'ni toplayanda elədi nə? 5. A bərabər oldu nəyə uşaqlar? 1'ə. Yəni 2'ni bu şəkildə yerinə qoyub bu şəkildə elə. Kamil gör, haran anlamadın quzu kəsərəm. Arkadaşlar anladık mı?